maraqlıdır ki, onu dəfələrlə demişəm, mən əbədiyyəti qazanmışam, cənnəti qazanmışam, ölümsüzlüyü qazanmışam. Nələr deyilməli idi, deyilib. Hələ ki, yəni, yaxın gələn yoxdur bu əbədiyyət cənnət sahibinə Allahdan aşağıda. Belə başa düşürəm ki, kasıb olmaq belə bir şeymiş ki, kasıbın cənnətinə də gəlməzlərmiş. Ona görə də çox şükürlər olsun, yaxşı ki, kasıb olmamışam. Bu cənnətimdən kimlərin payı varsa, onu Allah bilir. Nə xoş halına kimin payı varsa bu cənnətimdə, mənə məxsus olan cənnətdən pay olanlara gedir, aiddir söhbət. İnşallah gerisini görərik.